Bu sualla bağlı nə düşünürsünüz? Baxın Səlman, görün düz fikirləşirəm mən. İndi əgər digər iştirakçılar da etiraz eləməlilərsə də, mayə dəyərinin 40%, yəni bunun 60-ı öz qiymətidir, Ay, 40%-i də nəqliyyat xərcləridir. bəli. Düzdürmü? Bax, Hə, indi bir dənə bir yeni dəqiqə. ildən etibarən xərclər 50% artırıldı. İndi bu 60-ın üstünə mən 50-ni gəlirəm. Orasını tutamıram bax mən. Bax, mən sizə deyim. Bax, nə edirsən? Elə bil ki, Temudan bir dənə köynək sifariş verirsən, qiyməti 60 manat. Amma bu köynək sən gəlir 100 manata başa gəlir də, düzdürmü? Niyə? Çünki 40 Bəli, manat da nəqliyyat xərcləridir, düzdürmü? bəli. 60 manatlıq köynəyi sən 40 manat nəqliyyat xərcləri, vergi, 100 manata yapışdır. Yeni ildən etibarən nəqliyyat xərcləri Nəqliyyat 50% xərci. artırıldı. Nəqliyyat xərcləri 40 manat deyildi. Hə, 60 olacaq yox, Az 20%. 50% Hə, artırıldı. Nədir? Yarısı qədər artırıldı. yarısı Yəni, artırıldı. yəni Hə, olur bu 60 manat. Bu birisi yetim dəyişmir də, bu birisi qalır öz yerində. İndi hı, sənin köynəyin neçəyə baş gəlir artıq? 120 manata. Bəli, indi deyir ki, bundan sonra nəqliyyat xərcləri 60 manat oldu. Yeni maya dəyəri də oldu 120 manat. Bu bunun nəyi olur? Yarısı olmur, cavab olur 50%. Sən yarısı. Hı, bundan Müəllim, orada sonra 40-ın 50%-ni tapırıq. Bəli, 40-ın 50% nədir? 20 manat deyil. Mən onu başa düşdüm. O 60-ı başa düşmədim. Hansı A, hissəsini? 40-ın altında Üstünə olan 20 2 dənə gəlsin. 60. Bax, elə bir ki, sən Trendyoldan bir dənə köynək alırsan. 60 manata xam malın öz qiymətidir. 40 manat da bunun nəqliyyat xərcləridir. Yeni ildən etibarən nəqliyyat xərcləri 50% artırılıb. Nəqliyyat xərcim mənim nə qədər idi? 40 manat deyildi. 50% artır. Yəni 50% nədir? Yarısı qədər artır da, düzdürmü? Yəni 40 manat idi, yarısı qədər də artdı. Yəni oldu 60 manat. Çünki 40-ın 50% nədir? Bax ya 40-ın 50%-ni tapaq gördür. 40 vur 50 bölmüş. Eləyir 20 manat. Düzdürmü? Yəni nəqliyyat xərcləri 20 manat artırıldı. Hə, başa düşdüm mənim. Başa Oldu düşdüm. 60 manat. 60 öz qiyməti idi, 60 da nəqliyyat xərcləri idi. Sırf yeni maya dəyərim olur, bu falan filan belə bir şey olur. Nəsə də bu olur belə. Müəllim, bir dənə də sual verin. Bu yeni 60 alındı, 40-ın da üstünə 20 gəldi. Hı? Onu biz hansı rəqəmlə müqayisə eləyirik İndi deyir ki, ki, 50% tapırıq? bax bundan sonra nəqliyyat xərcləri yeni nəqliyyat xərcləri 60 manat oldu, hə? Yeni maya dəyərinin neçə manat oldu? Hə, başa düşdüm, başa düşdüm. 120. 60 120-nin tən yarısıdır. Ona görə olur belə. Möhtəşəm bir sual da göstərim mən sizə. 16-cı sual. Bu sualı tapan, deməli faiz məsələlərindən heç bir sıxıntısı yox. Bu Şabanın bir dənə kinosu var. Atası südə su qatır. O deyir, o parası, bu parası. Sonra Şaban da qayıdıb deyir ki, sütə qatılan su parası. Bax, bu Şabanın atasıdır.
Orada ne yazıb ki orada? Suya pul verilmiş. Yəni yazır ki, suyun rasxolu yox. Bax, gəlin rəqəm ataq. Misal üçün, yox, D bəndi deyil. Bax, gəlin rəqəm ataq. Misal üçün. Onu da Y. Y bəndidir, bəli. Bax, nə edirik? Məsələn, bu qaqaş 20 litr süd alıb, düzdürmü? 20 litr südü 4 manatdan alır axı litrini. Deməli, 20-ni 4-ə vururam, eləyir 80 manat pul xərcləyir bu. Misal üçün. Bu xərcləyir, bax, 80 manat pul. İndi, adam südə 5də 1 nisbətində su qatır. Yəni, 20-nin 5də 1-i nə qədərdir? 4-dür də, hə? Yəni, 20 litr südə 4 litr su qatır. Olur 24 litr məhsul. Düzdür, 20 litrə 5də 1-ə qədər su qatır. 20-nin 5də 1 eləyir 4 litr. Yəni 20 litr südə 4 litr su qatır, olur 24 litr. Və 24 litr olur və litrini 4,80-dan satır. 24-ü vuram 4,80-dan. 24-ü 4,80-da vuranda neçə edir? Deyəsən 112 tamam neçə eləməlidir? Bir dənə baxaq görək. 24-ü 5-ə vuranda 120 eləyir. 4 tamam, bir dənə vuraq görək. 24-ü vuram 4,80-da. 24 vurulsun 4,80. Hə, olur 115.2. Aha. Olur 115 manat 20 qəpik. İndi. Bax, adam 80 manat pul verib, 115 manat 20 qəpik pul qazanıb. Düzdürmü? Bax, indi hansı 100%'dir burada sizcə? Hansı 100% götürür? Mən 80-i 100% götürürüm, yoxsa 115 manat 20 qəpik 100% götürürüm? 80-ı götürərəm də 100%. Aysa maya dəyərində, yəni bax, indi 80 məndə 100%-dirsə, 115 manat 20 qəpik x faizdir. Buradan vurub tənasübdən x-i tapırsan 144. 144 nədir? 144% qazanıb. Yəni 44% gəlir əldə edir. 144 olduğuna görə olur 44% gəlir. Tamam. İndi bir dənə sual verim sizə zəhmət olmasa da. Biz bu 20-ni hardan aldıq? Misal üçün atdım ki, məsələn 20 litr süd alıb, məsələn özümdən qoydum. Bəlkə bu 13 litr alıb. Neçə? 13 litr alıb. 13 qoyanda 13-ün 5də 1-ini tapmaq problemi də axı. Nə istəsən qoyayım, amma 13 qoyanda 13-ün 5də 1-i aləm deyəcək bir-birinə. Hə, yəni indi biz burada nəyinsə də 5də 1-ini tapmaq üçün asan bir rəqəm götürməliyik. Bəli. Lap istəsən, lap baş istəsən belə verir. Gəl götürək 10 litr süd. Adam 10 litr südə 4 manatdan alır, eləyir 40 manat pul. Düzdürmü? Südə 5də 1 nisbətində su qatır. Onun 5də 1-i neçə manatdır? Neçə litrdir? 2 litr deyil. Yəni eləyib 12 litr məhsul. 12 litri 4,80-dan satır. Bəli. 12-ni vuram 4,80-da. Neçə eləyir? Baxaq görək. 12 vur. İndi burada kalkulyatorla vuram. Tez azartaq. Eləyir 57 manat 60 qəpik. Bax. Eləyir 57 manat 60 qəpik. Bax adam 40 manata aldı, 57 manat 60 qəpiyi satdı. İndi, bax 40 manatın 100%-dirsə, 57 manat 60 qəpiyi x faiz. X-i yenə 144 taparsan, cavab olur 44.
Tamam. Yəni elə bir də istəsən 100 litr götür, fərqi yox. Hara fırlatsan, tənasib nisbət dəyişməz olaraq qalır. Bax, Daşdırıcı sualdır. çətin sual. Gəlin bir dənə də sual deyim sizə. Sən deyir ki, məsələn, sual. Bax, belə bir sual da ola bilər. Deyər ki, tutaq ki, bax, məsəl üçün, e, 20 litr, bax, 20 litr spirt məsələləri. 20 litr 20 litr 5 faizli spirtlə, 20 litr 5 faizli spirt, 5 faizli spirtlə tutalım. Məsələn, indi rəqəmlər ola bilər tam alınmaya bilər, amma prosta yazmaq. 30 litr tutalım. 15 faizli spirti qarışdıranda 15 faizli spirti qarışdıranda yox, hovuz məsələsi yox. 20 litr 5 faizli spirtlə 30 litr 15 faizli spirti qarışdıranda deyir, neçə faizli spirt alınacaq? Bu necə edirsiniz? Bunun üçün bir dənə sizə düstur təklif edirəm. Omega bərabər, omega faizdir. M1 omega 1 üstə gəlir. M2 omega 2 bölünsün M1 üstə gəl M2. Bax, faiz məsələlərinin, spirt məsələlərinin ən sadə yolu budur. Yəni, bunu heç riyaziyyat müəllimlərinin özü də bilmir. Çünki bu bilirsiniz nədir? Belə deyək də, indi ola bilər, burada rəqəm tam alınmasın, mən rəqəmləri indi faktlı yazdım da. Çünki bu kimya üsuludur. Mən misal o vaxt tələbə olan vaxtı, hansı ki, belə deyək də, ən yaxşı üsul mənim üçün buydu. Bax, M1 omega 1 nədir? 20-ni 5-ə vuram olur 100. Üstə gəl. M2 omega 2, 30-u 15-ə vuram olur 450. Bölünsün M1 üstə gəl M2, yəni 50. Eləyir bu 550. 550-ni 50-yə böləndə olur 11. Cavab olur 11 faiz. Tamam. Bu kimya üsuludur. Spirt məsələləri ilə bağlı. Bunu misal üçün riyaziyyat müəllimləri bunu başqa cür tapır. Aslında mən özüm də bilmirəm necə tapırlar. Mən həmişə bu üsulla öyrədirəm tələbə soruşanda. Ki bu üsul ən rahat üsuldur. Dostlar, bu oldu faiz məsələləri. Bax, bir dənə bu suala istəyirəm, baxaq. 27-ci sualı istəyirəm bir dənə fikirləşəsiniz. Gəlin bu sualı biraz böyüdüm mən sizin ekranda yansıdır. %6 dəqiqə. Belə bir sual var. Bir fikirləşin bunu.
Müəllim, martdan dekabra qədər indi şey hesablamalıyıq. O endirimi. Aha. Net bu Oraya deyə bu. e, belə deyək də, e, birinci bir sual verin. Bu neçə dəfə endirim olur? 4 5 dəfə. dəfə oldu. 4 dəfə endirim olur, hə? Düzdürmü? 4 dəfə. Bəli. Ay. Səhvdir. Bax, deyir ki, kvartal 3 aydan biridir. Bir ildə 4 kvartal var. Yox, elə bir şeydir. Ayşə, bayaqki mürəkkəb faiz kimi hesablanır təxminən. Belə deyək. Necə cavanlar? Tanımaq sən. Alır. Bax, hər kvartal ayının 20-sində 20% endirim edirlər. Yəni burada 4 dəfə 20% endirim eləməz. Bax 500 manatlıq kostyum deyil. 500-ə 80 20% endirim eləyəndə. 20% endirim eləyirəmsə, promo 80% qalır da, düzdürmü? Mən promo 20% belə deyim də 500-ün 20%-ni tapıb, ondan o 500-dən təzmin 20%-ni çıxana qədər qardaş. Və promo 500-ün 80%-ni taparam, düzdür? Promo 500-ün 80%-ni. Bax, birinci kvartalda belə deyim. 500 manatda mal Tamam, deyil. kvartal nədir? Kvartal 3 aydan bir, hər 3 ay. 3 ay kvartal sayılır. Və bir ildə də 4 dənə kvartal olur. Bu adam 4 dəfə endirmə üçün. İndi biz burada hər endirimin endirimini hesablamalıyıq. Ay, bəli. Bax, birinci məhsulun, hə? Nə? Hayır. Məhsulun 500 manatdır. Onun 80%-ni Onun tapırıq. promo 80%-ni tapıram. Yəni 80% nədir? Bəli. 5-də 4. Bax, bir şeyə 80% tapanda 80-i vurub 100-ə bölmürsən, düzdürmü? Bu ixtisar gedir 5-də 4 qalır da, düzdürmü? Promo da belə yazar. 5-də 4. Bax, 500-ün promo 5-də 4-ünü tapırıq. Eləyir neçə? 400 manat. Yəni, Sonra yenə yəni 400-ün 80%-ni. Şimdi ikinci kvartalda o qiymətim 400-dür. 400-ün yenə 80%-ni, yəni 5-də 4 hissəsini tapırıq. Eləyir 320 manat. Üçüncü gedişdə yenə 320 manatın 5-də 4-ünü tapıram. Eləyir, neçə eləyir deməli? 64 eləyir. 64, 4-də 128, 256 manat. İndi 256 manatda da, 256 manatda da. Dördüncü kvartalda da 256 manatı 5-də 4-ünü tapıram. Yəni 256 manatı. Belə eləyirdi. Bu 5-də 4-ü biz belə götürək. Baxın. 2-yə vuraram. Yəni ki, bu nə deməkdir? 256-nı vurum 8-ə bölüm 10-a. Düzdürmü? Olar da 256-nı 8-ə vurup alınan cavabı bir dənə vergül atacaq. 256-nı 8-ə vuranda olacaq. 8 dəfə 44 yadda, 4, 4 yadda 16, 20. 2480 bir dənə vergül atırsan ona böldüyü vergül. Olur 204 manat 80 qəpik. Bunu Müəllim, üzr bir-bir belə də istəyirəm. hesablayaq. Aha. Onu 2-yə niyə vurduq ki? Axırda 4-cü Onu hissədə. onu bilsən niyə elədim? 256-nı 4-ə vurub, sonra tezdən 5-ə bölməkdənsə, bu 5-i 10 elədim də məxrəcdə, bunu da 8 elədim. Eyni şey deyil ki, bu 5-də 4 var, ha, elə 10-da 8 deməkdir də, düzdürmü? Ki ona bölmüş bir sual verim. Bax, bir şeyi 4-ə vurub 5-ə bölmək asandır, yoxsa 8-ə vurub 10-a bölmək asandır səncə? Bəli, müəllim, 8-ə vurub 10-a bölmək. Ona görə rahatçılıq üçün elədim də, kalkulyatora geçsin. Bildim mən. Olur belə. Nəsə deyirdiniz Əhsən müəllim o ilə bağlı başqa? Nədir? Bu məsələ ilə bağlı başqa nəsə də deyirdiniz. Hə. Bir dənə bunu da deyim. Bunu sən, bax, belə bir-bir hesablaya da bilərdin, bir-bir hesablaya da bilərdin. Ya da ki, 500 manat deyil, 500 promo 5-də 4-ünü tapdı 4 dəfə. Vur 5-də 4, vur 5-də 4, vur 5-də 4, vur 5-də 4. Düzdür? Bax, bunu da promo eləyir. Bu cür eləyəndə qatıb qarışdırırlar. Olur belə. Bir dənə 29-cu suala da baxın, faiz məsələləri ilə vidalaşaq. Baxın bir dəqiqə. 4 gedirsiniz.
Aha, bir fikri olan var mı? 504 dəfə 0.18-ə vururuq. Ha, bəli, o üsul. Bizə nə deyir? Bax, nəticələr Burada göstərir. Bax, qəbul olanların bütün faizlərini toplayırıq. bizə nə istəyir? Dövlət ali məktəblərinə qəbul olanları. O 16,2%-dir. Dövlət Ay, ali məktəbinə qəbul olanlar. 16.2%. Müəllim onu Yox, yox, bir-bir hesablayırıq yoxsa? yox, bir dəqiqə. Bir də baxın, ali məktəblər qəbul nəticələri. Yəni, qəbul olmayanlar 60%-dir. Özəllərə qəbul olanlar 4.18, dövlət ali məktəb ödənişli qəbul olanlar və ödənişsiz qəbul olanlar. Bax, ümumiyyətlə dövlət ali məktəblərinə qəbul olanlar deyəndə bunların cəmini götürməliyik. Düzdürmü? Razısınızmı? 40% eləmir onların hamısı bir yerdə. Qəbul olanlar. Yox, axı onun 4.18-i özəllərə qəbul olunur. O da alidir də. Yox, axı bu dövlət istəyirsən nə? Bu özəldir. Aa, da. Dövlət istədiyinə görə bunların bir yerdə götürməlisən. Bax, bunlar bir yerdə götürülməli. Bir dənə belə götürək görək nə olacaq. Eləyir 35.2%. Qəbul olanlar 40% deyil. Bəli. Bir dənə belə bir şey eləyək, bir dəqiqə. 35.2-ni bölürük 40-a 88-dən düzdür alınır. Bax, yəni, bəli. Dövlət qəbul olanlar 35.2-dir. Qəbul olanlar nə qədərdir? Olmayanlar 60-dır, deməli olanlar 40%. 35.2 40-ın neçə faizidir? Yəni 40 ikinci ədəd 100% olur. 40 100% isə 35.2 nədir? Neçə faiz? X faizdir. Burada x-88 tapırsan. Tamam. Tamam. Müəllim, bundan da ağır faiz məsələləri var. Yox. Bunun ağır diaqramları gelib çıxır. Gəldik indi hər kəsin oğlu atadan böyük tapdığı Hayda. yaş məsələsi. Hayır. Həmişə Deməli, məndə bala atadan böyük çıxır. belə deyək də bax. Yaş məsələlərində mən sizə 2 dənə əsas qızıl qayda deyəcəm. Hansılardır? Birinci qızıl qayda. İki adamın arasındakı yaşları fərqi heç vaxt dəyişmir. Misal üçün, mənim 28 yaşım var, qardaşımın 25 yaşı var. Aramızda nə qədər yaş fərqi var? 3 yaş fərqi var. Misal üçün, 15 ildən sonra mənim 43 yaşım olur, qardaşımın olur 40 yaş. Yenə görürsən 3 yaş fərqimiz var. Deməli, yaş məsələlərində əsas birinci qayda odur ki, iki insanın arasındakı yaşları fərqi dəyişmir. Bu birinci qayda. İkinci qayda nədir? Yaşlarının cəmi ilə bağlıdır. Nədir bu? Misal üçün,
3 dənə uşağı tutalım. A, B, C olsun. Bunların toplamı hal-hazırda yaşların cəmi 40-dır, hə, məsələn. 4 il, misal üçün, 5 ildən sonra bunların yaşları cəmi neçə olacaq onda? 5 ildən sonra. Üstünə Tam hər 15 gəlir. Rəqəmləri Ay, toplayıb üstünə də 15 gəlir. 15 gəlir. üstünə 15 gəlirsən. Bəli, bax, yaşları cəmində adamların sayını vurursan ilə. 40 deyil, üstünə gəlirsən 5 il keçməyib, 5 il vurulsun neçə nəfər adamdır? 3 nəfər. Olur 55. Niyə? Çünki bu da 5 yaş böyüyür, bu da 5 yaş böyüyür, bu da 5 yaş böyüyür. Bəli. Bax, əsas iki qaydadır. Yaşları fərqi dəyişmir, yaşları cəmi isə belə dəyişir. Yaş məsələlərində əsas hissə odur ki, tənasüb nə deyir? Tənlik qurması. Bu nə deməkdir? Deyir ki, 26 yaşında ananın üçən uşaqları dünyaya gəlir. Yəni, üçən uşaqları dünyaya gəlirsə, hal-hazırda uşaqların yaşları sıfırdır. 3 dənə uşağın üçünün də yaşı sıfırdır. Neçə ildən sonra, tutalım x ildən sonra, uşaqların yaşı x ildən sonra nə olur? Uşaqların hal-hazırda 0 yaşı varsa, x ildən sonra olur 3x. 3x yaşı. Uşaqların yaşları cəmi olur 3x. Ananın yaşına bərabər olur. Ananın yaşı 26 deyil, x ildən sonra ananın yaşı nə olur? 26 üstə gəlir x. Düzdürmü? Çox. Bunları bərabərləşdirirək bərabər olar. Bərabərləşir x tapırsan. 2x bərabərdir 26, x də olur 13. Və həqiqətən yoxlayarsan. Ananın 26 yaşı yoxdur, 13 ildən sonra bunun olur 39 yaşı. Üçəmlərin 13 ildən sonra hərəsinin 13 yaşı olur. 13, 13, 13. Görürsən? Toplayanda həqiqətən nə verirsən? 39 vermiş olur. Olur bu formada. İkinci sual. Atanın 40, oğlanların isə 4 və 6-dır yaşları. Neçə il sonra, bax, x il sonra atanın neçə olur yaşı? 40 üstəgəl x. Oğlanların yaşları cəmi hal-hazırda 10-dur. X ildən sonra olur 10 üstəgəl 2x, düzdürmü? Və deyir ki, neçə il sonra atanın yaşı, yəni bu, oğlanların yaşları cəmindən 3 mislinə bərabər olacaq. Yəni bu, bunların 3 qatıdır. Yəni bu, bundan 3 dəfə çoxdur. Onda bunlar çoxdur axı 3 dəfə. Deməli, bunlar azdır. Bunlar 3 dəfə azdırsa, bunu 3 dəfə vurmalısan ki, bərabərləşsin. Olur belə. Müəllim, bir dənə orada 10 plus 2 olursun, ikisi bir dənə hardan gəldiyini bilmədim. Oğlanların yaşları biri 4, biri 6 deyil. Toplayanda nə edir yaşlarının cəmi? 10 edir, 10. bəli. Onu 2-yə niyə vurduq müəllim? Çünki x il keçmir aradan. 2 nəfər olduğuna görə 2-yə vurursan. Deyir ki, bu da x il böyüyür. Bax, belə deyim də, birinin 4, birinin 6 yaşı var. Düzdürmü? X ildən sonra bunun neçə yaş olur? 4 üstə gəlir x olmur. Bunun da olmur, 6 üstə gəlir x. Başa düşdüm mən. Düzdürmü? A, üstə. Ona görə 10 üstə gəl 2x. 2x oradan gəldi. 3 adam olsaydı 3x yazar. Alı babanın 117 yaşı var. Nəvələri isə 2-3-4 yaş. Neçə ildən sonra, x ildən sonra Alı babanın yaşı. X ildən sonra Alı babanın olur. 117 üstə gəlir x. üstə gəl x. Nəvələrin hal-hazırda yaşları cəmi 25-dir. X ildən 25, sonra nə olacaq? 25 üstə gəlinsin 1, 2, 3, 4, 5x. Hə, tutdum burası. Deyir ki, neçə ildən sonra Alı babanın yaşı nəvələrin yaşları cəmində 3 dəfə böyük olur. Hələ Alı baba 3 dəfə böyük olacaq hələ. Deməli, bərabərləşdirmək üçün 3-ü vurmalıyam uşaqların yaşına. Buradan x tapıram, cavab. Alı baba bəli, nehrə yağı. Təmiz kər yağı. Bunun zabaşı variantları da qoyub yoxlaya bilərsən. Bax, məsələn, cavabı elə 3 götürsən, 3 ildən sonra bu kişinin yaşı olur 120. Bunun yaşları bilirəm ki, neçə eləmişdir? 25 deyil,
3 ildən sonra 5 nəfər adam 3 vur 5 15 gəlir müəllimin üstünə. Yəni olur 40. Həqiqətən 120 yaşlı adam 40 yaşlı adamdan 3 dəfə böyük olmuş olacaq. Tamam mı? Bu olur belə. Ananın 32 uşaqların isə bu yaşda. Neçə il əvvəl? X il əvvəl. Əvvəl deyəndə çıxırsın. Ananın 32 yaşı yoxdur. X il əvvəl isə 32 çıxırsın X. Uşaqların yaşları cəmi hal-hazırda 24. 24 çıxılsın 3x. Deməli. İndi bunu bölürük 3-ə. 24 çıx 3x-i bölürük 3-ə. Baxın görün. Uşaqların yaşı, yəni bu, ananın yaşından 3 dəfə az olur. Uşaqlar 3 dəfə az olur. Həmişə az olanı vurursan. Bunu 3-ə vurursan. Az olanı 3-ə vururam ki, bərabərləşsin. Həmişə bu dəfə söhbətində az deyir, çox deyir, fərqi yoxdur. 3-də indi oradakı də fərq eləmir də qiymət. 3-dür, 5-dir, 2-dir. Də neçə dəfə deyirsə də ona vururuq həmişəsində. Bəli, az olanı vurursan. Bu bizə nəyə oxşuyur? Sənin 100 manat pulun var, mənim 300 manat pulum var. Mənim pulum səndən 3 dəfə çoxdur da, hə? Bəli. Yəni sənin pulun məndən 3 dəfə azdır. Sənin pulun azdırsa, bunu 3-ə vurmalıyım. Az olanı 3-ə vururam ki, bərabərləşsin. Tamam mı? Bundan sonra. Babanın 16 nəvəsinin birlikdə işləyəcəyini 80-dir. 80 Neçə il əvvəl? 6x. X il əvvəl olur 90 çıxılsın 90 çıxılsın X. Nəvələrin yaşları cəmi. Nəvələrin yaşları cəmi deməli, babanın 96 nəvənin birlikdə yaşları cəmi 80-dir. X il əvvəl baban olur 80 çıxı X yaşı. Bəs nəvələrinin neçə yaşı var? 80 yaş var hal-hazırda. 80 çıxılsın 6x. İndi. 65 niyə oldu? Bir dəqiqə. Bu nəyi yazdım ki, mən burada? Babanın 6x 16 yazacaqsınız. yaşda. 65 yaz. Hə, 65 nə deyə X yazmalıyam. Özü 6x yazmalıyam da, hə? Çıx 6x. Hə, 6x-i 65 nədir? 6x yazmalıyam. Çünki 6 da əvvəl axı. X əvvəl olur, Bəli, çıx bəli. 6. Deməli, neçə il əvvəl babanın yaşı, yəni bu nəvələrin yaşları cəmindən 35% çox olur. Bu çox olurdu 35%. Və bura 35% azdır. Mən bunun üstünə 35 gəlməliyəm ki, bərabərləşsin. Buradan x tapırsan. Deməli, 5x çox olanda üstə bərabərdir. gəlirik. Hə? Çox olanda, çox olduğuna görə 35 gəlirik üstünə. Bəli. Bax, elə bil ki, biri digərindən çox deyəndə sən tapırsan ki, hansı azdır. Hansı azsa ondan üstünə gələrsən, ya da hansı çoxdursa həmin ədəddən çıxırsan. Bizə deyir ki, bax, babanın yaşı nəvələrin yaşlarından çox olacaq, 35%. Vahid deyəndə plus minusdur. Hayır, çox, bəli. Dəfə deyəndə vur böldü. Bəli. Hı. Buradan da x-i tapırsan 5. Həqiqətən baxsan, babanın 90 yaşı var. 5 il əvvəl bunun yaşı olub 85. 6 nəvəsinin 80 yaşı var da 5 il əvvəl olur 50 yaşı. Həqiqətən bax, 85 50-dən nədir? 35 var artıq. Uzağa bakı. Əgər şübhəli qalırsansa, nə edirsən? Götürüb belə deyək də, tapdığın cavabı axırda yoxlamalısan, məcbur. Ki, daha yaxşı əmin ola biləsən. Tamam. Hələ məsələni həll edib başa çatdıraq. Onun Ya da ki, uzaqbaşı bir-bir variantları qoyarsın deyə. Ki, bir-bir yox, baxırsan da, elə ola bilər ki, variant sənə kömək edəməz. Yaş məsələləri əksər hallarda düşür imtahanlar. Məsələn, bir dənə düşür altı demək olar ki.
Bəzən düşmür, Müəllim hansı bilmiyorum. çətinlikdə düşür? Bu səviyyədə düşür? Yox, bu bir çətindir. Yaş Bu məsələləri inanın çətindir. sizdən bu çətindir, hə, bu sual çətindir. Ha, tamam. Yaş məsələləri çox rahat düşür. Bax, bir dənə yaş məsələsi var. Deyir ki, mən də burada belə yazsam. Deyir ki, bax, Nərgizlə Arifin yaşları cəmi neçədir? Davam verib 32. Ariflə Kamalın yaşları cəmi 25-dir, məsələn. Kamalla da Nərgizin yaşları cəmi tutalım 30-dur. Deyir, Nərgizin neçə yaşı var? Bunları tərəf toplayırsan. 2 mi? 2 ay, 2 gün. Bu olsun 30, 33 olsun bu. Eləyir. 58, o 9. 88. 88. Və A-nın, K-nın cəmi, yəni A üstə gəl, N üstə gəl, K bərabərdir 44. Şu 44 isə, məsələn bizdən əgər K-nı istəsə, A-nın 33 deyil, onun yerinə 33 yazıb, K-nın 11 olduğunu tapa bilər. Bu da olur belə. Yəni yaş məsələləri bu qədər. Evdə ancaq yaş məsələlərini asan və orta səviyyəyə yazacaqsınız. Bir də mən sizə indi bir sınaq göndərəcəm. 25 suallıq. Onu yazın. Tamam Müəllim mı? bizdə nə mövzu qaldı? Bizdə bir dənə növbəti dəfə diaqramları keçəcəyik. Əsas bir dənə o qaldı. Bəs bu neft məsələləri falan deyirdiniz onlar? Ha, hə, Onlar onlar da diaqramlarda. Aa, yaxşı. Onlar da diaqram var. Neft, UDM, UDP, o suallar. Yəni Qırğın son bir ziyanı. mövzumuz qalıb da, hə? Demək olar ki, hə, əsas bir dənə o mövzu qaldı. Heç nə. Mən göndərəcəm faizlə yaşı sizə testlərini, izahlarını asan və ortadan yazsınız, kifayət eləyər. Bir də indi sizə link atıram. Təklif edirəm ki, indi işləyəsiniz. 25 suallıq. Onu işləyin. Google Form kimi. Əgər Google Form kimdəsə açmasa deyə şəkil kimi ataram mən. Gmail ilə lazım olur. Gmail-ə qoşulursunuz, orada linkə vurursunuz, ad soyad yazıb başlayırsınız. Tamam mı? Tamam, sağ olun müəllim, gecəniz xeyir. Sağ olun, gecəniz xeyir. Sağ olun, gözəl. Sağ olun. Sağ olun.